Salam, hər vaxtınız xeyir. Mən İbrahim müəllim, sizin riyaziyyat müəlliminiz. Bugün həndəsənin əsas anlayışları başlığının testlərinə baxırıq. Deyir, uzunluğu 39 sm olan düz xətt parçası 3 bərabər hissəyə bölünmüşdür. Bir nömrəli sual. Uzunluğu 39-dur. 3 bərabər hissəyə bölünüb. 39-u 3-ə bölsəm 13, 13, 13, düzdürmü? Deyir, kənar hissələrin orta nöqtələr arasındakı məsafə. Kənarların ortalar arasındakı məsafə nə qədərdir? Bunu soruşur bizdən. 13-ü yarı bölsəm 6.5, 6.5. Burada da 6.5, 6.5. Bura 13'dür özü. 6.5, 6.5 de 13 olacaq deyə cavab olacaq 26. Yəni B variantı. 3 nömrəli suala baxırıq. Deyir ki, 3 nömrəli sualda düz xətt parçası üzərində ABCDY nöqtələri verilmişdir. Alınmış şuaların sayını tapın. Qayda var idi konkret olaraq ki, düz xətt üzərində verilən nöqtələrin A, B, C, D, Y əmələ gətirir şuaların sayı 2n düsturla hesablanırdı. 2 vurulsun, 2, 4, 5 nöqtə olduğuna görə 2 vur 5, 10 olacaq. Yəni B variantı. 5 nömrəli sual. Uzunluğu 48 olan AB düz xətti parçası üzərində M nöqtəsi götürülmüşdür. Uzunluğu 48 olan AB düz xətti üzərində M nöqtəsi götürülmüşdür. Deməli, A'nın parçasının uzunluğu B'nin parçasının uzunluğu 7 dəfə böyükdür. A'nın böyükdür B'nin. Buna x desək nə olacaq? 7x. Ümumilikdə bura 48 olduğuna görə bura bizə ümumilikdə 48 verib də 7x üstə gəlir x 48-dirsə 8x-imiz 48 olduğundan x-imiz 48 bölü 8 6 olacaq. Və B-nin soruşurdu bizdən elə 6, digəri də 42 olacaq. 6 yəni A variantı. 7 nömrəli uzunluğu 20 olan AB parçası üzərində M nöqtəsi qeyd olunub. A-ın və MB parçanın orta nöqtələrinin arasındakı məsafəni tapın deyir. Necə baxaq? Gəlin baxaq. Deməli, AB parçası üzərində M nöqtəsi qeyd olunub. İxtiyari bir yerdə M yazıram. Baxın, ümumilikdə bura 20 verib mənə, düzdürmü? Ümumilikdə bura 20-dir. M harda olmasından asılı olmayaraq aydın məsələdir ki, bu parça ilə bu parçanın cəmi mütləq şəkildə nə olacaq? 20 olacaq. Düzdürmü? Və mənə nə deyir? Deyir ki, A-ın və B-nin parçalarının orta nöqtə arasında məsafəni tapın. Yəni A-ın ortası və B-nin ortası. Bunların ortaları x-in ortası nə olacaq? X bölü 2, x bölü 2, y-in ortası y bölü 2, y bölü 2 olacaq. Düzdür? Və nəticə etibarilə bizdən bu məsafəni istəyir. Bu məsafə nədir? X bölü 2 ilə y bölü 2-nin yarısı. O da x üstə gəlir y-in yarısı olacaq. Yəni 20-nin yarısı 10, y variantı. 9. A-B parçası üzərində 2 nöqtə onu birinin uzunluğu bir dəqiqə. AB parçası üzərindəki nöqtə onu birinin uzunluğu digərinin uzunluğu 20% olan 2 hissəyə bölür. Tamam. AB parçası üzərində nöqtə birinin uzunluğu digərinin 24% olan 2 hissəyə bölünmüş. Ola mən x desəm 24% ise 0,124 x olacaq. Yəni 24% tapmaq üçün 24'e 100'e bölsəm 0,124 eləyər. Deyir ki, sonra alınan parçaların uzunluqları fərqi. Tabii ki, balacadan böyüyünü çıxmaram da. Böyüdən balacadan çıxaram. Düz deyilmi? X-dən çıxaram 0,124 x bərabər olur 76 cm. Bu da 0,176 x deməkdir. 76 olur. Hər tərəfi 0,176'ya bölsəm 76'nı 0,176'ya bölsəm 7600 bölü 76 deməkdir. Yəni 100. Yəni bura oldu 100. Bura nə olacaq? 100 olsun 0,124 bizə 24 verəcək. Nəticə etibarı parçamızın uzunluğu neçə oldu? AB parçamızın 124 oldu. C variantı. 10 nömrəli sual. Eyni sualdır. 11. Deyir, M-in 14'dür. Şərtdə 14 verib M-ini. M-in 14'dür. M-in parçası N7'dən 2 dəfə uzundur. Onda belki ki N7 7'dir də. Əgər bu bundan M-in N7'dən 2 dəfə böyüksə, 14'də bu 7 olacaq da. Və M-yin taban ümumilikdə necə olacaq? 21. 13 nömrəli sual. CV 25 verib. Yazıb ki, AC CB-dən 20% böyükdür. 20% böyükdürsə, bir də 20% artırmaq üçün nə etmək lazım idi? Onu 1,2'yə vurmaq lazım idi. 30 olacaq, düzdür? AB bura olacaq 30. AB ümumilikdə bizə nə verəcək? 55. 14 eyni sualdır. 15. C nöqtəsi AB parçasının A nöqtəsindən başlayaraq 2'nin 3'ə nisbətində bölür. Yəni 2x, 3x. Sonra bizə deyir ki, AC böl AB nisbətini tapın. Bir dəqiqə. C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2'nin 3 nisbətində bölür. AC böl AB. Yəni 2x böl 5x. Olacaq 0,4. 17 nömrəli sual. Deməli, deyir C nöqtəsi AB'nin orta nöqtəsidir. AB'nin ortasında C var.
D nöqtəsi isə C ilə B arasında yerləşir. Baxın uşaqlar, bura o ortadır. D isə ixtiyari bir yerdə yerləşir. Ortada olduğu qeyd olunmayıb səhv etmirəmsə. Bəli, arasında yerləşir. A-dan D-yə məsafəmiz A-dır. D-dən B-yə məsafəmiz B-dir. DC məsafəsini axtarırıq. Hörmətli şagirdlər, AB bərabərdirmi AD ilə DB-nin cəminə? Bəli, yəni A ilə B-nin cəminə bərabərdir. AC AB'nin yarısıdırmı? Bəli, yəni A plus B'nin yarısıdır. AC. Bəli. Deməli, CD-ni tapmaq üçün mən AD-dən AC-ni çıxmalı deyiləmmi? Baxın, CD-ni tapmaq üçün AD-dən AC-ni çıxsam, baxın, diqqətlə fikir verin. AD-dən AC-ni çıxsam, CD qalacaq, düzdür? Bəli. AD bizdə nədir? AD bizdə A verib şərtdə. Çıxıram. AC bizdə nə idi? A plus B böl 2'dir. Bərabərdir. Bura 1 yazsam, orta məxrəcə gətirsəm, 2A çıx A çıx B. Olacaq A çıx B'nin yarısı, yəni C variantı. Bunu başqa cür necə yazmaq olar? Biraz rahat variantı da var. Gəlin onu da göstərim sizə. Təbii ki, hər dəfə bu cümləni deyirəm, bütün dərslərimdə də deyirəm, yenə deyirəm ki, bu bir riyaziyyatçıya yaraşan bir həll deyil. Sadəcə olaraq imtahan zamanı bizə vaxt qazandıracaq bir prosesdir, tez edə bilməyimiz üçün. Buna məsələn bir 10 deyək, buna da məsələn bir 4 deyək. Düzdür? A, B. C bunun ortasındadır. D də ixtiyari bir yerdədir. Burada olsun D. Deməli, bu məsafə 10 yazdım. Bu məsafəyə isə 4 yazdım. Düzdür? Belə çıxır ki, ümumi məsafə neçədir? 14'dür. C ortadırsa 14'ü yarı bölsəm 7, 7 olur. Bəli. Bura 10 idi də. Bura 10 idi. 10'dan 7'ni çıxanda qalırmı? 3. Bəli, 3 qalır. Düşürəm indi variantlara. A-ların yerinə 10, B-lərin yerinə 4 yazıram. Görüm hansında 3 alınacaq. Burada 10 çıx 4, 6 bölünsün 2 bizə 3 verəcək. Deməli cavab olacaq C. Yəni bu cürdə yazmaq olar, amma bu imtahan zamanı bizə vaxt qazandıran bir prosesdir əslində. Hərfləri qarışdırmamaq üçün bu cür edə bilərsiniz. Amma imtahan zamanı deyək də, normalda normal həllini yazmağı öyrənin. 19'a baxaq. AB parçası A nöqtəsindən başlayaraq C ilə 4'ün 5'in nisbətində, D ilə isə 7'nin 2 nisbətində bölünmüşdür. AC 8 olsa CD parçasının uzunluğunu tapın. Çəkirəm AB parçasını, çəkdim. Deyir AB parçası A nöqtəsindən başlayaraq C ilə 4'ün 5'ə bölünmüşdür. 4x, 5x. Və şərtdə mənə AC-nin 8 olduğu verilib. Əgər AC 8-dirsə, bu 4x-ə bərabərdirsə, oradan x-in 2 olduğunu alıram. Gətir bunu bura yerinə qoysam, 5 vur 2 nə olacaq? 10 olacaq. Burada 8 vermişdi. Onda belə çıxır ki, bu xəttimizin ümumi uzunluğu 18 oldu. Xəttimiz 18'dir. Sonra deyir D nöqtəsi ilə 7'nin 2'yə bölünmüşdür. Artıq C hələlik C qalsın burada. D nöqtəsi ilə 7'nin 2'yə bölünmüşdür. 7'nin 2'yə. Bizim xəttimiz 18 deyildimi? 18'dir. 18'i 7K, 2K nisbətində hissələrə ayırsam 9K'mız 18 olub da K'mız 2 olacaq. 2 olacaq, bəli. O zaman 7 vur 2 burada düşəcək. Deməli 14. Burada olacaq 2 vur 2 4. Və bizə deyir ki, burada şagirdlər nəyi tapın? CD parçasının uzunluğunu tapın. İndi diqqət edin. Bura 14, burada 8. Onda CD nə qaldı? Təbii ki 6. Yəni A variantı. Davam edək. 20 nömrəli sual fərqli sual oxşuyur. Deyir AB parçası daxil olan K nöqtəsi üçün AB böl KB 5 necədir? AB 5K'dır burada göstərək. AB 5x olsun. KB də 3x'tir. 3x'tir. B, bura K, burada A olsun. AK böl AB nisbətini tapın. Aş olub. Bura 2x olmayacaq. Bura 5x'tir. 3'ü buradasa x'i bura qalır da. Bura 2x oldu. Düzdür? AK böl AB'ni tapın. AK böl AB yəni 2x böl 2 böl 5'də bir sözdən 2 böl 5 C variantı. 22 nöqtələrin sayı və şuaların sayı verilib. Bilir ki, şuanın sayı nöqtənin sayının 2 qatına bərabərdir. N bərabər olacaq nöqtənin sayının 2 qatına. 2 vur 2 4. K bərabər olacaq nəyə? Buna, yəni 6. M də bərabər olacaq nəyə? Buna, yəni 8 2 qatına. Və bizə deyir ki, N üstə gəl M çıx K ifadəsi qiyməti tapın. N üstə gəl M çıx K. K yoxda 6 yəni. Bərabərdir 12 çıxı 6 6. B variantı. 23. Düz xəttin üzərində ABCD nöqtələri ardıcıl qeyd olunmuşdur. Düz xəttin üzərində 23-cü misalda A, B, C, D ardıcıl qeyd olunmuşdur. AC, BD bərabərdirlər.
Bir dəqiqə. AC və BD bərabərdirlər. Biz şəklimiz uyğun olmadı əslində. Biz C-ni bu üzə qoyaq. Bərabər oxşasınlar biraz. Aha, hər ikisi 17, 17-dir. Burada 17-dir, burada 17-dir. A-dan D-yə məsafə isə 23-dür. Aha. B-sini tapın deyir x. Ay uşaqlar. Bax, buraya yaza bilərəm 17 çıx x yaza bilərəm. Çünki bura bütün 17 idi. Məsafə 17 deyilmi? 17-dir. Bura x-dirsə, bura 17 çıx x olacaq. Bəli. Eyni şey bura 17-dir. Bura x-dirsə bu hissəyə də 17 çıx x qalacaq. Burada 17 çıx x-dir. Burada biz x demişik. Ümumilikdə 17 çıx x və 17 çıx x. Hamısının cəmi bizə 23 verməlidir. 17 çıx x üstəgəl x üstəgəl 17 çıx x. Bizə verir 23. X-lar islah olur. 34 çıxılsın x bərabərdir 23 olduğuna görə x bərabərdir 34-dən 23 çıxmaq lazımdır. O da 11. Deməli, 23-cü cavab olacaq 11. B variantı. Aydındır. 24 fərqli sualdır artıq. Baxmaq lazımdır 24-ə də. Deyir, düz xəttin üzərində ardıcıl olaraq ABC'də yer nöqtələri qeyd olunmuşdur. AB, BC 32-dir. A, B, C, D və Y. Aha. AB, BC 32-dir cəmi. AB ilə CD cəmi 30-dur. 2AB çıxılsın D'ye 4'dür. A'yı ümumilikdə 78 verib. Ümumilikdə A'dan Y'ye 78 verib. Və bizə deyir ki, DY-ni tapın. X buranı axtarırıq. İndi şagirdlər, bax bu hissəni görürsünüz. Bunu alt-alta yazıram. AB üstə gəlinsin BC bərabərdir 32. AB üstə gəlinsin CD bərabərdir 30. Alt-alta toplasam, bunun cəmi mənə verir. 2AB verir. 2 verilir. 2AB. Üstə gəl. Bunların cəmi. Baxın. BC ilə CD'nin cəmi bizə nə verir? BD verir. Bəli. BD bərabərdir 62. Düzdür? Bəli. Digər tərəfdən bizə şərtdə 2AB çıxılsın DY-nin 4 olduğu şərtdə verilib. Diqqət edirsinizsə burada verilib. Mən bunları alt-alta çıxıram. Diqqətlə baxın, çıxıram. 2AB-dən 2AB-ni çıxdım. BD-dən çıxıram. Nəyi? Mənfi D-yə deyək də. Bərabərdir 62-dən 4 çıxanda 58. Ay uşaqlar, BD çıx olduğuna görə belə üstəgəl olmayacaq, olacaq. Deməli, BD üstə gəlsin D-yə 58-dir. Qayıdıram şəklimizə. B-yə üstə gəlsin D-yə 58-dir. Bunları sileyim. BD üstə gəl D-yə. BD üstə gəl D-yə. Bizə B-yeni verir. Bura 58-dir. Ümumi A-y 78 deyildimi? Bura 58 olduğuna görə onda AB 20 qalmırmı? Bəli, qalır. Və salam məsələ həlli tapdı artıq. Necə müəllim? Baxın. İndi gəlin qayıdıram şərtə. AB ilə BC-nin cəmi 32 deyildi. AB 20 onda belə çıxmır ki, BC 12-dir. Bəli. AB ilə CD-nin cəmi 30 deyildi. AB 20 onda CD 10 qalmırmı? Qalır. Və salam da ümumi 78 deyil. 78-dir. 20, bu da 12. Bunları sileyim. 20, 12, 32, bu da 10, 42. 78-dən 42-ni çıxsam neçə olacaq? 36. Burada oldu 36. Bizə bunu axtarırıq da elə. 36. Maraqlı sual idi, bəli. Davam edək. 25 uzunluğu 60 olan AB parçası üzərində götürülmüş C və D nöqtələri onu A nöqtəsindən başqa 2, 3, 5 nisbətində bölür. BD parçasının ala biləcək qiymətlərin cəmini tapın. Aha, indi biz bilmirik ki, C burada, D buradadır, yoxsa C burada, D buradadır. İki variant ola bilər də. Şərtdə bizə qeyd olunmayıb ki, C, ABC-də ardıcıl qeyd olunmuşdur. Bilmirik axı. Ona görə gəlin iki variantın ikisinə də baxaq. Deməli, necə baxırıq? Diqqətlə fikir verin. A, bilmirəm hələ bunları. Bu da olsun B. Şərtə görə bunlar 2, 3, 5 nisbətində bölünür. 2K, 3K, 5K. Gəlin biz bunları tapaq əvvəlcə. 2K üstə gəlsin, 3K üstə gəlsin, 5K bərabərdir 60. Buradan bunların cəmi 10K bərabərdir 60 olduğuna görə K'mız 6 olacaq. 2 vur 6 12, 3 vur 6 18, 5 vur 6 30, düzdür? Bəli, bunları silirəm artıq. İndi birinci halda C burada, D burada olsa, BD neçə olacaq? 30 olacaq. İkinci halda C burada, D burada olsa, onda BD nə olacaq? 48 olacaq, düzdür? Bəli. Deyir ki, BD-nin ala biləcək qiymətlərin cəmini tapın. 78, Y variantı. 26.
Hamısı fərqli suallar deyə fikir verirsiniz. Hamısı mən işləsi oldum. Düşünmüşdüm ki, sizə bir şey qalacaq, amma görürəm qalmır bir şey. AB parçasının bir ucundan AB'nin uzunluğunun 20% kəsilərək AD parçası, digər ucundan isə AB'nin uzunluğunun 70% kəsilərək DY parçası alındı. DY 60 olarsa AB'nin uzunluğunu tapın. AB parçasının bir ucundan AB'nin uzunluğunun 20% kəsilərək. Mən AB'yi x desəm, AB'nin uzunluğunu 20% kəsilərək AD parçası əmələ gəlir. Deməli, 0,2x kəsilir və AD əmələ gəlir. Sonra deyir ki, digər ucundan AB'nin uzunluğunun, x'in uzunluğu 70%, x'in uzunluğu 70%, 0,7x olur. Artırılaraq 0,7x artırılaraq DY parçası əmələ alındı. DY'ni bizə 60 veriblər. AB'nin uzunluğunu soruşurlar. Ay uşaqlar, bura bizim üçün AB bizim üçün x değildi 0,2x buradadırsa, onda belə çıxır ki, AD'yə 0,8x qalıb da. Buna fikir verin, buna fikir verin. Düzdür? Və ümumilikdə indi DY-ni mənə 60 veriblərsə, 1,5x-imiz 60-dırsa, x tapmaq üçün mən nə etməliyəm? 60-ı 1,5-ə bölməliyəm. 600 böl 15, o da olacaq 40. Yəni Y variantı. 1,5 hardan gəldirsə 0,7-dən 0,8-in cəmi 1,5 verir bizə. 27. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtələrin bu düz xəttdə uzunluqları 5 cm olan 2 mail çəkilmişdir. Düz xəttdən 3 cm məsafədə 2 mail çəkilmişdir. Uzunluqları 5 olan 2 mail çəkilmişdir. Belə. Maillərin oturacaqları arasındakı məsafəni bizdən soruşur. Uşaqlar, düz bucağı görürsünüz yəqin ki. Mənim düz bucaq olduğunu hardan bildiniz? Məsafə qeyd olunub, oradan bildim. 3, 5 isə Pifaqor teoremi tətbiq edildi, burada 4 olacaq. 4 hardan gəldi deyənlər üçün, heç mühəndisdən xəbəri olmayanlar üçün. 5-in kvadratı çıx 3-ün kvadratı bərabərdir. Kök altında 25 çıx 9, kök altında 16, 4. Bunu Pifaqor üçlükləri deyirik biz. Bu da 4'tür. O zaman bu məsafəmiz neçə oldu? 8. 8. Bəli. 28. D nöqtəsi AB parçasının orta nöqtəsidir. AC 10'dur. AC 10'dur. SB 2'dir. 12. Onda burada 6 6'dır. AD ortayı daxil. Düz değil mi? DC parçanın uzun tapın deyir. Və salamda. Baxın. 12. O orta olduğuna görə 6 6'dır. Bəli. 6'nın ikisi buradadırsa 4'ü buradadır. DC 4'tür. Nəhayət ki, eyni sual gəldi. 29 yazacağım, 30 sizə qalar. 29 deyir, C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2-nin 3-ə nisbətində bölür. C AB parçasını 2-nin 3 nisbətində bölür. 2K 3K. Şərtə görə AB 45 olduğuna görə 5K bərabərdir 45-dirsə K-mıza 9 qalır. Bəli. 2 vur 9 18, 3 vur 9 27. Və deyir ki, CB-ni tapın. 27. 31. Düz xəttin üzərində olan 6 nöqtənin əmələ gətirdiyi şuaların sayı parçaların sayının neçə faizidir? Şuaların sayı 2n düsturla hesablanırdı. Parçaların sayı n vurulsun, n çıxılsın 1 bölünsün 2 düsturla hesablanırdı. 6 vurulsun 6 çıx 1 bölünsün 2 15. Deyir şuaların sayı parçaların sayının neçə faizidir? Aşağıda 5'e bölürəm bunları. 12'də 3'e gedir. 4 vurulsan 20-80% olur. Bəli, olur. 32 sizə qalsın. 33. AB parçasında SK'nın KD üçün 2'dir. SK'nın 3x yazaq bura. 2x da buraya yazaq. SK'nın KD. AK'nın KD 9'un 2'dir. Diqqətlə baxın. KD burada da 2, burada da 2 olduğuna görə hər ikisində 2 olduğuna görə KD-lər uşaqlar. Biz nə edirik? Yəni eyni nisbət götürə bilərik. Yəni KD 2x-sa, indi baxın AK-da 9x yaza bilərəm. AK 9x-sa, 3x burada olduğuna görə 6x bura qalar. Və salam. Şərtə görə indi AC 18-dir. Yəni 6x-imiz 18-dir. X-imizə qalacaq 3. 6 vur 3 18, 3 vur 3 9, 2 vur 3 6. B-dən 18 veriblər. Soruşurlar SB-ni tapın. SB 18, 9 və 6.
Deməli 27 33. 33. 34 nömrəli sual sizə qalır. 35 nömrəli suala baxırıq. AB parçası üzərində götürülmüş C nöqtəsi onu A nöqtəsindən başlayaraq 2-nin 3-ə nisbətində bölür. C nöqtəsi deməli onu AB-ni 2-nin 3-ə bölür. AB-ni 2x 3x. Deməli AB parçası bu düz xəttin üzərində hər iki ucundan 5 sm artırılaraq 5 sm bura, 5 sm bura artırılıb və MC-nin SK olub 3-ün 4-ə. Baxın, buna nisbəti. MC bizdə 2x üstə gəl 5, SK da bizdə 3x üstə gəl 5-dir. Bu nisbət bizdə olub 3-ün 4-ə. Çarpaz vuraram. Çarpaz vurmaq nədir bilməyənlər üçün belə yazım göstərim ki, budur çarpaz vurmaq. Və 8x üstə gəlsin 20 bərabərdir 9x üstə gəlsin 15. 8x 9x yanına gətirsən 1x qalır. 15-də bura gətirsən 5 qalır. X olar 5. Nə soruşur bizdən? AB parçasının uzunluğunu tapın. AB 5x deyilmi? 5 vur 5 25. Bəli. Birinci bölmənin izahını bitirdik. Bucaqların ölçülməsi, bucağın təmböləni. 155 dərəcəli bucağı təpəsindən çıxan şua onun dərəcə ölçüsü fərqi 25 12 bucağı ayırır. Çox sadə bir sistem tənlik qurmaq yazıla biləcək bir suallardandır. Belə bir xətt çəkirəm, x yazıram. Bilirəm ki, x-in y-in cəmi 155-dir. Deyir, fərqi 25 olmalıdır. 25 və bunları alt toplasam 2x bərabərdir 180 olduğundan x-a 90 qalar. Şəklimizə uyğun olmaya bilər, amma 90 oldu. Və burada olacaq 65. Deyir, alınan böyük bucağı tapın 90 dərəcə A variantı. 2 nömrəli sual sizə qalır, rahat sual tipidir. 3 nömrəli suala baxırıq. Deyir, AOB açıq bucaqdır. BOD COD-yə bərabərdir. Gəlin belə deyim, şöbət bunu balacalaşdırım. Və belə deyim, BOD COD-yə bərabərdir. BOD x alfa deyək, x demək alfa. COB özü 140-dır. COB özü 140-dırsa BOD COD 70-70 düşürdü onda bunlar. 70 və burada qalacaq 40 dərəcə. 70-lər hardan gəlir? 140 yarı bölünmə bərabərdir. 40 hardan gəldi? Tam açıq bucaq 180 olmalıdır. 140-dırsa bura 40 qalar. Deyir AOD-ni tap. AOD nə olacaq? 110 dərəcə. Şifahi sualdır. 4 nömrəli sual. Açıq bucağın təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan 2 şua onun dərəcə ölçü nisbəti 1 2 3 nisbətində olan 3 bucağa ayırır. Alınan böyük bucağı tapın. Deməli 4 nömrəli sual. Açıq bucağın təpə nöqtəsindən 2 dənə şua çıxmışdır belə və biz belə deyək, rənglər gəlsin bura. Aha. Və nisbət verib 1x, 2x, 3x nisbətində bölüb. Bildirəm ki, bunların hamısının cəmi nə olmalıdır? 180 dərəcə olmalıdır. 180, 6x bərabərdir 180-ə, x də bərabərdir 30 dərəcəyə. Bura olacaq 30 dərəcə, bura olacaq 60 dərəcə, burada olacaq 90 dərəcə. Yenə deyim, şəklim uyğun deyil, amma mən təxmin çəkmişəm də belə. Alınan böyük bucağı tapın deyir 90 dərəcə. Əslində şəkil qurmadan bunu yazmaq olardı, qeyri-adi bir sual deyildi. 6 nömrəli sual beta kör bucaqdır, alfa açıq bucaqdır və daha doğrusu qamma açıq bucaqdır və bunların cəmi 360 dərəcədir deyir. Alfanın bucağının dərəcə ölçüsünün ala biləcəyi ən böyük tam qiymət tapın. Uşaqlar, alfanı tapmaq üçün 300 dərəcədən qamma ilə betanı çıxmalıyam. Betanın şərtə görə mən açıq bucaq olduğu qeyd olunub. Bu isə kör bucaqdır. İndi fikir verin. Alfanın ala biləcəyi ən böyük. Bunun ən böyük olması üçün söhbət tam bucaqdan gedir. Ən böyük olması üçün bunun ən kiçik olmağı lazımdır. Ən kiçik kör bucaq tam dərəcədən danışırıq. Məsələn 90,1-dən danışmırıq da, yaxşımı? 90 dərəcə açıq düz bucaq olduğuna görə ən kiçik kör bucağımız 91 dərəcə olacaq və salam. Mən nə etməliyəm? 300-dən 180-ı, ondan da 91-i çıxmalıyam. 300-dən 180 çıxanda qalacaq deməli 120, 120-dən 91 çıxanda 120-dən 91 çıxanda 29 dərəcə qalır A variantı. 7 nömrəli sual. Baxın, bu cür suallar, diqqətlə fikir verin, bax. Bu ala biləcəyi məsələləri daha çox düşə bilər. Baxın, fikir verin, bax. Görürsünüz, testimizdə bu ala biləcəyi məsələləri kifayət qədər var. Baxın. Bəlkə yenə qarşımıza çıxacaq növbəti suallarda da ola bilsin ki, qarşımıza çıxa bilər. Qarşımıza çıxınca göstərəcəm məsələləri. 7 nömrəli sual. Deyir ki, AOB kör bucağının OC təmböləni onun dərəcə ölçüsləri bu və bu olan 2 bucağa ayırır. AOB bucağının ala biləcəyi qiymətlərin cəmini tapın deyir. İndi şərtə fikir verin. Şərtdə bizə qeyd olunur ki, indi AOB kör bucaqda belə göstərək. AOB bunun daxilindən bir şua keçmişdir və bu şua bucağı bu qiymətlərə ayırır. Belə və belə.
Tembelen olduğuna göre bunlar yani 2x, 3y ve 8x çık 6y birbirlerine beraber olmalıdırlar. 2x 8x'in yanına keçirsək, burada 6x kalır. 6y bura gətirdikdə mənfi olduğu üçün sola gətirdik toplamı olacaq 9y. Hər tərəfi 3-ə bölsəm 3y bərabərdir 2x olar. Düzdür? Bəli. İndi y-ə 2k, x-ə 3k desəm, y-ə 2k, x-ə 3k qeyd etsəm və gətirib burada nəzərə alsaq yerində. Yani bunları burada gətirib yerine qoysaq 2 vur 3k 6k 3 vur 2k 6k cəmdə olacaq 12k. Düzdür? Burada 12k olacaq. Tənbəlini daxil bunlar. Ümumilikdə o zaman AOB bucağı neçə k oldu? 24k oldu. Ümumilikdə AOB bucağı 24k oldu. İndi biz bilirik ki kör bucaq 90 dərəcədən böyük olur, 180 dərəcədən kiçik olur. 24, 90 və 180 en azından 6'ya ixtisar gedəcək 4K, 30 və bu da 15, düzdürmü? K hər tərəfi 4'ə bölsəm, deməli 15 böl 4, 3 tam 4'də 3, 30 böl 4, 7 tam 4'də 2, 2'də 1, 7 tam 2'də 1, düzdür? Və x, y natural ədədlər şərti qeyd olduğuna görə x'imiz bizim 2k, y'imiz 3k idi. Natural olması üçün k da natural olmalıdır. 3, 7 arasında çıxan naturalların sayı 3'dan 4'ten 3'ten böyüksə 4 ola bilər, 5 ola bilər, 6 ola bilər, 7 ola bilər. Deməli bizim bu AOB bucağımız 24k olduğuna görə ya 24 vur 4 olacaq, ya 24 vur 5, ya 24 vur 6, ya 24 vur 7 olacaq. AOB'nin ala biləcəyi 4 qiymət var. Bunları toplasam, yəni 24 vur 4, üstə gəl 24 vur 5, cəmini tapdıq axı. 24 vur 6 və 24 vur 7. 24'ü möhtərəzə xaricdən çıxarsam 4, 5, 6, 7'nin cəmi 11, 11, 22 olacaq. 24 vur 22. Bu da bizə 528 verir D variantı. Belə. 8. AC şuası 120 dereceye beraber. AC şuası 120 dereceye beraber olan AB bucağını. Çaşdım edelim. Şua bucağı beraber ne yazıyorlar bunu? Tam okumadım şərti. AC şuası 120 dereceye beraber olan AB bucağını 7K 7'nin 8 nisbətində bölür. AOB'ni 7'nin 8'e bölür. 7'nin 8'e bölür. 120'ni 7K üstə gəl 8K'ya bölək. 15K 120 olduğuna göre K bərabərdir 8 çıxar. 7 vur 8 56, 8 vur 8 64 olar. OY şuası AOS bucağının tənbölənidir. 56'nı da yarı bölsəm 28, 28 olacaq. Sonra deyir ki BOY bucağının ala biləcəyi deməli şagirdlər bu da məsələdən ibarətdir. Mən burada 7, 8 belə yazdım. Belə yazdım. Mənə deyilməmişdi ki bir dəqiqə bu niyə belə oldu? Mənə deyilməmişdi ki 7x bura 8x buradır. K və yaxud. Bəlkə tərsinədir. Bəlkə 8K bura 7K buradır. Ona görə də mən bu variantı yazmışam. Birinci hal olsun bizim üçün. Bunu hesablayaq. Deməli sual şərtində BOY-dən danışılır. BOY-nin ala biləcəyi bucaq. Yəni bucaq BOY birinci halda. Bucaq BOY nə olacaq? BOY 64, 28, 78, 92 olacaq. Düzdür? 92 olacaq. İndi gəl tərsinə baxaq. Yəni necə tərsinə müəllim? Mən yazmamışdım. 64 bura, 56 bura. Bəlkə 56 buradır, 64 buradır. Axı şərtdə mənə qeyd olunmayıb ki, bu 7-nin 8-ə nəyin nə nisbət edir? Deməyib ki, AOC-nin deyilməyib ki, AOC-nin COB-yə nisbəti 7-nin 8-ədir. Qeyd olmayıb ki. Ona görə belə götürsən və bu da tənbələn olsa, 64-ü 32, 32-yə bölsək, o zaman BOY sürpriz başqa qiymət alacaq. Fikir verirsiniz? BOY nə alacaq? Deməli 88 alacaq. Deyir bunların fərqinin modunu tap. 92-dən 88 çıxan nə olacaq? 4 dərəcə A variantı. Ümidlərəm başa düşdünüz. 9 nömrəli suala baxırıq. Nə deyir 9-da bizə? Bucaq ABC 148 dərəcədir. Şərt şəkli var yoxsa yoxdur? Yoxdur. Özümüz çəkəcəyik. Tamam. Bucaq ABC 148 dərəcədir. B'də isə ABC bucağın tərəfləri arasından keçən ixtiyari şuadır. Şualar bax 148 dərəcədir. ABC bucağımız. B'də şuası ixtiyari şuadır. Bu 148-i 2 hissəyə böləcək. Düzdür? Neçə oldu? Mənim maraqlı deyil. Yazıram bura 2 alfa, 2 beta. Niyə 2 yazdığını görəcəksiniz. Deyir ki, sonra bizə ABD bucağı və DBC bucağının tənbölənlər arasındakı bucağı tapın. DBC də bucaq. Bunların tənbölənlərini çəksəm,
2 alfanı alfa alfaya, 2 betanı beta betaya bölər. Bəli. Mənə deyir ki, bu bucağı tapın. Bu bucaq mənim üçün alfa ilə betanın cəminə bərabər deyilmi? Mən alfa betanın cəmini axtarıram. Şərtdə isə mənə 2 alfa ilə 2 betanın cəminin 148 olduğu verilmişdir. Hamısını 2-yə böləndə alfa betanın cəmini alıram 76 dərəcə. Yox, bir dəqiqə dayan. 74 dərəcə, 76 niyə olur ki? 74 dərəcə, bəli. Eyni sualdır. Onda 11. 11 nömrəli suala baxırıq. Deyir ki, 11 nömrəli sualda BN, BM şüaları uyğun olaraq ABC və AB'nin bucaqlarının tənbölənləridir. BN, BM şüaları uyğun olaraq ABC bucağının tənbölənləridir. ABC-nin tənbölənləridir. Bir dəqiqə. ABC və ABN bucağının tənbölənləri. Bəli, bəli, bəli. ABC və ABN. Deməli, ABC-nin tənbölənliyi BN-dir. ABN-in tənböləni də belədir. Aha, gəlin belə yapayım. Bura alfa desəm, bu tənbölən olduğuna görə bu da alfa olacaq. Düzdür? Axı qeyd olunur axı ki, bu ABN-in tənbölənidir BM. Alfa alfa olacaq. Sonra ABC'nin tənbölündə BN olduğuna görə bura olacaq 2 alfa da burada 2 alfa qalacaq. Və salam. Və mənə şərtdə qeyd olunur ki, ABM 40-dır. ABM 40-dır. ABC soruşulur 160. 13 nömrəli suala baxaq. Deyir ki, MOP 145-dir. NOP çıx 27 olarsa NOP-nin dərəcə ölçüsünü tapın. 13. MOP 145'tir. NOP'den 27 çıxmaqla alınıb da. Yəni mən bura x desəm, bura olacaq x üstə gəl 27. Və bunların cəmi 145 dərəcə olduğu qeyd olunub. X üstə gəl 27 145-dirsə, 2 qismimiz bərabər 145-dən 27 çıxanda, deməli 118 qalar. X də bərabər olar 59-a. Bura oldu 59 dərəcə. 145'dən də 59 və yaxud 59'un üzərində 27 gəlsəm, burada olacaq 86 dərəcə. 105 neydi? 15. Hörmətli şagirdlər, bura alfa, bura beta, bura gamma desəm, deyir AOB, yəni beta, çıx AOC, yəni alfa bərabər 28-ə. Yazıb ki, AOB çıx BOC, yəni gamma bərabər 41-ə. Tapın deyir AOC-ni, alfanı tapın deyir. Ay şagirdlər, mən görürəmmi ki, alfa, beta, gammanın cəmi 360 dərəcəni verir 3 bir yerdə. Bəli. Bunları sistemə alıb alt-alta toplasam, alfa mənfi alfa müsbət, gamma mənfi gamma müsbət, beta, beta, beta. 3 beta bərabərdir. 360, 41, 401. Buna gəlsəm üzərində 429. Beta bərabərdir. Bir dəfə 4, 343. Və salam. Betamız oldu 143. Gəlirəm, odaqlanam, bax, bura. Mən alfa axtarım axı. Bura 143-dürsə, 143-dən nəyi çıxan da 28 edər? Tapmaq üçün nə etməliyəm? Təbii ki, 143-dən çıxmalıyam 28-i. 5, bu da 11. 115 dərəcə olur. Bir dəqiqə, düz çıxdım. Düz çıxdım da, bəli, düz çıxdım. 115 dərəcə. 16 sizə qalır. 17 ala biləcəyi məsələsi yenə gəldi. Burada fikir versinizsə. 17. AOB düz bucağında OD və OY şüaları uyğun olaraq AOB düz bucağında OD və OY şüaları uyğun olaraq AOC və BOC bucaqlarının tənbölənləridir. Aha, əla. DOC 2x üstə gəl 3y-dir. DOC 2x üstə gəl 3y-dir. YOC 3x üstə gəl y-dir. İndi ola bilər ki, burada 3x üstə gəl y olsun, burada 2x üstə gəl 3y olsun. O da olacaqdır. Tənbölən deyil bunlar. Tənbölənlər elə olacaqdır. Və deyir ki, bucaqların bir digərindən 5 dərəcə kiçik olarsa, hansı bucaqların? DOC bu və YOC bu bucaqlarının bir digərindən 5 dərəcə kiçik olarsa, x və y cəmi ala biləcək qiymət. Yəni mən bilmirəm axı hansına 5 dərəcə kiçikdir. Birinci hal. Qəbul edirəm ki, bu bucaq, yəni 2x üstə gəlsin 3y, bu bucaqdan, yəni 3x üstə gəlsin y-dən 5 dərəcə kiçikdir. Onda beləcə ki, bura 5 gəlsə buna bərabər olacaq. 5 gəlsə buna bərabər olacaq. Bəli. Digər tərəfdən bilməliyəm ki, bunlar x-i bir yerə mənə 45 verəcək. Niyə? Çünki hamısı 90 deyildimi? 90-ın yarılarının cəmi bizə 45 verəcəklər ona görə. Yəni 2x ilə 3y üstə gəl bərabər 45. Bu sistemdən x-i tapmağa çalışaq. X-i cəmini. Hələ bizim ikinci halımız olacaq. İkinci halda bunun tərsinə baxacaq. Deməli, nə edirəm? Demək, çağırışdırıq da bunları gətirirəm bura.
Bunlar bırak bunun yanında 5 qalsın deyə. X çıx 2y bərabərdir 5. Bu buraya x qaldı. Bunu buraya mənfi 2y qaldı. 5 də qaldı öz yerində. Bunlar da olacaq 5x üstə gəl 4y bərabərdir 45. Buranı 2-yə vuraq. 2, 4, 10. Tərəf toplayaq. 7x. Yaxşı cavab qalmır. Neysə olsun da yazaq görək nə olacaq. 7x bunlar getdi. 65 x olacaq 65 bölünsün 7. Bunları 2'ye bölsəm, bayaqki qaydaya gətirsəm, buradan 2y tapmaq üçün x-dan 5 çıxıb, y tapmaq üçün x-dan 5 çıxıb bölməliyəm 2-yə. X-in yerinə bu qiyməti qoysam, y bərabərdir 65 bölü 7 çıx 5 bölü 2. 65 çıx 35 bölü 2. Və deməli, davam edək ki, 14 düşür bura. Burada qalır 30. O da 15 bölü 2. Yox, 7. 2 ixtisarlayanda 15 bölü 7. Bəli. Y-ımız da oldu bu. Deməli, x-imiz bu idi, y-ımız da budur. X üstə gəl y-i tapaq. 65 bölü 7 ilə 15 bölü 7 cəmi olacaq. Deməli, neçə? 80 bölü 7. Bu birinci hal idi. İkinci hal. Şimdi eyni sualı uzatmamaq üçün burada belə deyirəm. Bax belə. Gəl bunu kopyalayayım elə. Bunu kopyalayayım qoy. Köçür. Baxın ikinci hal. İkinci halda bu böyükdür. Yəni buradan müsbət yerinə çıxma qoyacağam. Çünki indi bunu böyük götürəcəm də. Bayaqları bunu böyük götürmüşdüm. İndi bunu böyük götürəcəm. Qeyd olunur hansından böyükdür. İndi görə necə olacaq? Yenə bunları gəl indi belək də bunları gətirək bunun yanına. Onda olacaq 2y çıx x bərabərdir 5. Aşağıda da ki 5x üstə gəlinsin 4y bərabərdir 45. Bəli. Yuxarı 5-ə vursam 10, 5, 25 tərəf toplasam bunlar gedər 14y bərabərdir 70-ə, y bərabərdir 5 olar. Bu yaxşı alınır. Y-ımız 5-dirsə, burada nəzərə alsam da 4, 5, 20. 45'ten 20 sonra 25, x'e de qalacaq 5. 5 qismimiz 25 olacaq, x'e de qalacaq 5. 5, 5, bunların cəmdə olacaq nə? 10. X bir cəmi burada 10 oldu. Yuxarıda isə bu əndirabadi bir cavab oldu. İndi gəl 80 bölünsün 7 ilə burada nəsə problem oldu elə bir baxın bu hissəyə. Bu kəsilib ədəd alındı. Yaxşı alınmadı bu. Bəlkə buna bir dənə nəzərdən keçirək. Neyse eləmişəm, bir yana baxım. 2 qız deməli keçirdim bunu bura. X qaldı. Bunu bura gətirəndə mənfi 2 qaldı. 5 qaldı öz yerinə bura düzdür. 2 qız 3 y, 3 qız 1 y düz yazmışam da. 2 qız 3 y, 3 qız 1 y bəli düz yazmışam bunları. Bunun cəmi 45 olmalıdır. Bəli, 5 qız 4 45 yuxarı 2-yə vurmuşam yəqin ki. 10 qız 2-yə vuranda belə 10 olub bu. Ayda bu 5 ilə 2'ye vuranda 10 olmalıdır. Toplayanda burada 55 olmalıdır. 55 olmalıdır. 55 olmalı 60'dan yerine 55 çıxsa 35 bizə verəcək 20. Burada 10 qalacaq. 10 bölü 7. O yüzden 55 bölü 7. 55 bu da 10. Bunda bu olacaq 65. Yenə getdi qaldı da. Heç nədən 65 bölü 7 ilə onun cəmi də bizə verəcək bura bir atsaq 7 135 bölü 7. Bu cavabı yəqin ki belə veriblər. Peki cavab baxım mən. Bəli, cavabı da belə veriblər. Heç nə düzdür onda. Amma belə də biraz xoş olmayan ədədlər alındı. Neysə. Bu başlığın da sonuna gəlib çatdıq. Qonşu və qarşılıqlı bucaqlar. Deyir, alfa bucağı ilə qonşu olan iki bucağın cəmi 280 dərəcədir. Alfa bucağını tapın. Alfa bucağına qonşu olan 2 dənə bucaq olsun bunlar. Beta, beta. Bunların cəmi 280 isə deməli belə çıxır ki, bunların hərəsi 140-dır. Çünki alfaya qonşu olanlar axı özləri qarşılıqlı olacaqlar. Və nədir? Alfa bucağını tapın. Oldu. Alfa bucağı özü olacaq. Bunun qonşusu yəni 40 dərəcə A variantı. 2 nömrəli sual qarşılıqlı bucaqların təmin bölənləri arasındakı bucağı tapın. Konkret qaydadır. D variantı.
Sonra qonşu bucaqların tənbəlləri arasındakı bucaq olacaq 90 dərəcə B variantı. Bunlar konkret qaydalardır. Bir dəqiqə. Qonşu bucaqların tənbəlləri arasındakı bucağı tapın deyir. Bəli, elmi səhv oxudum, düz oxumuşam. 4 nömrəli sual. YC şüası MYP-nin tənbələndir. YC MYP-nin. Deməli alfa SYK 137-dir. SYK 137-dirsə əgər bura 137 veribsə, 137-nin qonşusu olacaq 180-dan çıxacam 137-ni. 180 çıx 137 bizə verəcək 43 dərəcə. Deməli bura 43 dərəcəyə bərabərdir. Aha. İndi bu 43-dürsə, deməli burada 43 olacaq. Niyə? Çünki alfa bərabər idilər ona görə. Və sual şərtinə bizə KYM tapın deyir. KYM-i tapın. Buranı axtarırıq. 43 86-dır. 180-dan da 86 çıxanda qalacaq nə? 94 dərəcə D variantı. Bəli. 5 nömrəli sualda demək olar ki, bunun eynisidir ki, baxaq buna da olsun. BD şüası ABC-ni tənbələndir. ABC-nin alfa, DB'ye 139 verib, DB'ye 139 verdiyinə görə 180-dan 139 çıxanda buranı alacam. Qalacaq bizim üçün 51, yox 41 dərəcə qalacaq. Və bu 41 isə burada 41-dir. 41, 82 olduğundan bura qalır 98 dərəcə. AB yeni soruşur 98 D variantı. 6 nömrəli suala baxırıq. İki düz xətin kəsişməsindən alınan bucaqların ikisinin cəmi 40 dərəcədir. İki düz xətin kəsişməsindən alınan bucaqların ikisinin cəmi 40 dərəcə olması üçün bunlar ancaq qarşılıqlı bucaq ola bilərlər. 20-20. Başqa hal mümkün deyil. Bu bucaqları tapın deyir 20-20 C variantı. Bunların qonşularının soruşları 160-160 ola bilərdi. Olardı daha doğrusu. Tamam. 7 nömrəli iki düz xətin kəsişməsindən alınan bucaqların 3-ü alfa-beta qammadır. Qəşəng. Deməli 2 dənə düz xəttimiz var. Bunlar olsun alfa, beta və qamma. Aha. Deyir ki, alfa 20-dir. Alfamız olsun 20 dərəcə. Və 2 beta plus qamma cəmini ala biləcəyik, qiymətlərin cəmini tapın. Baxın uşaqlar, ola bilər ki, bunlar belə yerləşirlər. Belə yerləşəndə birinci halda belə yerləşirlər. Belə yerləşəndə burada 20 olacaq, burada 160 olacaq. O zaman 2 vur beta, yəni 160, üstə gəlinsin qamma, yəni 20 bərabərdir. 320 üstə gəlir 20, yəni 340 dərəcə. İkinci hal ola bilər ki, alfa burada qalsın elə, beta ilə qamma yerlərini dəyişsinlər. Beta bura düşə bilər. O zaman beta 20 olar. Qamma 160 olar. 2 vur 20 üstə gəlinsin 160. 40 üstə gəlir 160. Bu da bizə nə verər? 200 dərəcə verər. Üçüncü hal ola bilər ki, alfa bura düşər. Beta ilə qamma qarşılıqlı olarlar. Belə ola bilər. Alfa 20 olduqda indi belə deyək də, alfa 20 olduqda beta qamma qammadır bucaqda. Alfa 20 olsa, mən belə göstərim. Alfa bura qalsın yerində. Beta qamma belə göstərilir, şəklimizə uyğun gəlsin. Bura 20-dirsə, bunlar 160, hər ikisi eyni olacaq. O zaman 2 vur 160, üstə gəlir 160 bərabər 480 dərəcə. Başqa hal mümkün deyil artıq. Bunların da cəmini soruşur bizdən. Bunları toplayanda deməli 540, 940, 1020 dərəcə D variantı. 8 nömrəli qonşu bucaqların dərəcə ölçüsləri 3A üstə gəlir 2, 3A üstə gəlir 4 nisbətindədir. Bu bucaqların dərəcə ölçüsləri natural ədədlər olarsa A-nın ala biləcəyi qiymətlərin natural qiymətlərin sayını tapın deyir. A-nın ala biləcəyi natural qiymətlərin sayını tapın. Deməli, qonşu bucaqlar bu nisbətdə olduğuna görə 3A plus 2K üstə gəl 3A plus 4K bərabərdir 180 yazsam. Vurub açsam, deməli 3AK üstə gəl 2K üstə gəl. Bunun əslində belə yox da. K-nı çölə çıxarıb bunları toplasam belə. 6A üstə gəl 6 bərabərdir 180 olsun. Və buradan da alıram ki 6-nı mötərizə xarici çıxarsam A plus 1 vurulsun K bərabərdir 180 da hər tərəfi 6-ya ixtisarıyla 30 qalar. A plus 1-i K-ya vuranda 30 olur. Deməli, belə çıxır ki, uşaqlar, A plus 1 30-un bölənləridir. 30-un bölənlərindəndir. Nə ola bilər? 1, 2, 30-un bölənləri 3, 4 yox, 5, 6, 10, 15, 30. Düzdür? Bəli. Və. İndi bu mötərizənin 1 olması üçün A-nın 0 olması lazımdır. 2 olması üçün 1 olmalıdır. 2 olmalıdır. 4, 5, 9, 14, 29 olmalıdır. Axı bu natural deyil axı. Ona görə naturalların sayı neçə dənə oldu? 7 dənə. Sual şərtində A natural qeyd olunmuşdur. 9 nömrəli sual. Alfa beta qonşu bucaqlar üçün uyğunluğu müəyyən edin. Çox sadə sualdır. Sizə saxlayıram. Yazmıram bunu. 10 nömrəli sual. AOB açıq bucağına
Tərəfə nöqtəsindən onun eyni yarım müstəvidə olmalı OC və OD şuaları çıxıb. A, O, B açıq bucağından OC və OD. Deməli, OC və OD şuaları çıxıb. AOC-nin BOC nisbəti 2-nin 3-ədir. AOC-nin BOC nisbəti 2, onu C-ni buna yazaq, D-ni buna yazaq. AOC-nin BOC nisbəti 2K və 3K-dır. 2K-nın üzərinə 3K gəlib və 180-a bərabər etsəm 5K bərabər 180 olduğuna görə K bərabər 36 olacaq. 2 vur 36 72, 3 vur 36 108. Bura oldu 108 dərəcə. Burada 72. Bax belə. Diqqətlə baxın, göy ilə göstərdim. İndi isə bənövşəyi ilə göstərirəm. Deməli nə? Deyir ki, AOD-nin BOD-yə 3-ün 2-dir. Baxın, bura 2x, bura 3x. Yenə hesablasam, x-i 36 alacağım. Gətir bura olacaq 72, bura olacaq 108. 108 bura bütövlükdə. Bura qədər 108, bura 72. Deyir ki, COD-ni tapın. Heç mənim bu 108-ə ehtiyac yoxdur. Əslində, mənim əlimdə bura 108 var idi. Bunun burası 72 olduğuna görə, bura nə qalacaq? 108-dən 72-ni çıxmaq lazımdır. 36 dərəcə qalacaq. Bəli. 11 də eyni sualdır. 12-yə baxırıq. Deyir ki, 12-də alfa və beta 2 düz xətin kəsişməsindən alınan qonşu bucaqlardır. Alfa və beta 2 düz xətin kəsişməsindən alınan qonşu bucaqlardır. Alfanın dərəcəsi 20% azaldıb x bucağı, betanın dərəcəsi 70% artırıb y bucağı alınıb. X və y bucaqların cəmi 180 dərəcə olarsa, alfa və beta bucağının ala biləcək qiymətləri tapın. Tamam. Deməli, alfa ilə beta 2 düz xəttin kəsişməsindən alınan qonşu bucaqlarsa, bunların cəmi 180 dərəcə olacaq. X bərabərdir. Alfanın 20% azaldıblarsa 0,8 alfa alınıb. Beta, y bərabərdir. Betanın 70% artırıblarsa 1,7 beta alınıb. Və şərtdə bizə x-in y-in cəminin də 180 dərəcə olduğu verdiyinə görə, yəni 0,8 alfa ilə 1,7 betanın da 180 dərəcə olduğu verilib. Hörmətli şagirdlər, bunu və bunu bir sistemdə yazaraq sistem təli həll edəcəm. Necə? Yuxarı vururam 10-a vururam ki, vergülləri itirim də. Deməli, 10-a vuranda vergül getdi, bu oldu 1800. Aşağı tənliyi vuraq, misal üçün, -8-ə. -8-ə vurum. Alıram -8 alfa, -8 beta. 188-ə vuranda -1440 olacaq. 180 vur 8, deməli 68 və 140, bəli. Tərəf-tərəfə toplayım. Mən 8-ə vurdum artıq. Alfalar getdi. 9 beta bərabərdir. 1800-dən 1440 çıxacam. 0, 6, 3. Beta bərabərdir 40 dərəcə. Betamız oldu 40 dərəcə. Onda alfamız da təbii ki 140 olacaq. Cəmi 180 olmayacaq. Deməli, nə oldu cavablarımız? 40 və 140 dərəcə. Alfamız 140, betamız 40 dərəcə. Növbəti başlığa baxırıq. Növbəti başlıq. Birinci sual. AB CD-yə paraleldir. AB CD-yə paraleldir. Aha. AD isə BAC bucağının tən bölənidir. AD BAC-nin tən bölənidir. Tamam, nə istəyir? ACD-ni tapın. ACD-ni alfa. Beta, beta. Uşaqlar, Z qaydasını görürsünüz burada. Z-ə görə bura 65 isə, burada 65-dir. Onda bu da 65-dir qaydaya görə, şərtə görə. 65, 65, 130 olduğuna görə bura nə qalacaq? 50 dərəcə. Niyə? U qaydasına görə bunların cəmi 180 dərəcə olmalıdır. 50 dərəcə Y variantı. 2 nömrəli sual. Bucaq 1-i 60 verib, 2-ni soruşur. Çarpaz bucaqları da 60 dərəcə şahid sualdır. Bucaq 1-i 45 verib, 2-ni soruşur. İti bucaq 45 isə, kör bucağı tapmaq üçün 180-dan 45 çıxmalıyım. 135 dərəcə olacaq. Şahid suallardır. Bucaq 1 ilə bucaq 2-nin fərqini 40 dərəcə veriblərsə, bucaq 1 çıx, bucaq 2-ni bizə 40 dərəcə veriblər. Mən də deyirəm ki, bunların cəmi 180 dərəcədir. Ona görə ki, bunlar 1 iti 1 kör bucaqlardır və cəmi olacaq 2 dənə bucaq 1 bərabərdir 220 dərəcə. Bucaq 1 olacaq 110 dərəcə. Deməli, bu 110 dərəcədir. O birisi də 70 dərəcədir. Bucaq 2-ni soruşulda 70 dərəcə. 5 nömrəli sualda eyni qayda ilə sistem təli qura yaza bilərsiniz. Rahat sualdır. Əslində sistem təli ehtiyac yoxdur burada. Bunlar bərabər bucaqlardır. Bunların cəmi 260 veriblərsə, hərəsindən 130 qalır. 130 qonşusu olacaq 50 dərəcə. Şifahi sualları inşallah bunlar. 6 nömrəli sual. Bax, yazığım 4 nömrəli kimidir? 7 nömrəli. Bucaq 2 və bucaq 1 dərəcə ölçüsü. Bunlar 1/4 nisbətindədir. 1/4. Bucaq 1-ə bucaq 2 1K. Bu da 4K. Bunlar deməli, bucaq 2-nin bucaq 1-ə. Bəli, 4K bura, 1K bura. Çünki iti bucağa 4K yazmaq doğru olmaz axı.
Və bunların cəmi 5K 180 dərəcə olacaq ki, K da bərabərdir 36 dərəcəyə. K-mız 36 dərəcə olsa 4 dənə 36-mız da 144 olacaq. Bucaq 3 də bunun qarşılıqlı olduğu üçün bərabər bucaqlardır 144 dərəcə. Eyni sual 8 sizə qalır. 9 nömrəli sual. Alfabet A ilə B paraleldir. AC 31 verib. Alfabetdə 60-60 veriblərsə, o zaman təbii ki, burada 60 olacaq. 180 olmalıdır açıq bucaq. Z qaydasına görə bu da 60-dır. Üzr istəyirəm, bu 60-dır. Z qaydasına görə. Bu da Z-ə görə bu da 60-dır. Ona bərabər tərəfli üçbucaq oldu. Və bu da 31-dir, bu da 31-dir. AB-nin B düz xətti üzərindəki proyeksiyasını soruşur. AB budur. 31 uzunluğu, burada 60 dərəcədir. B düz xətti üzərindəki proyeksiyası buradır. Burada 30 dərəcə olacaq. 30-un qabağındakı kat hipotenuzun yarısına bərabərdir. 15,5 cm. 10 nömrəli sual. MK Y-nə paraleldirlər. MK Y-nin paraleldirlər. MP-in 30 dərəcə, MP-in bucağın təmirən PK-dır. Alfa. Uşaqlar, bura 48, 180-dən 48 çıxanda 132 qalır. 132-nin yarıya böləndə 66 olacaq. Düzdür? Deməli, MKP. Burada 66 olacaq. Z qaydasına görə daxili çarpaz bucaqlardır. Bu bərabərdirlər bir-birlərinə. Və KMP. İndi baxın, bu 66, bu 66-dır. Heç KMP-ni Z-dən alıram da, burada da Z var da, belə də Z var da. Deyilmi? Var. Burada 48 olacaq və salam. 66-dan 48-i çıxırıq. Deməli, 16, 8, 8, 1, 18 dərəcə C variantı. Burada qayda var. Deməli, bu 110-dursa, bu x-sa, bu 140-sa, x-i tapmaq üçün burada 180 yazırsınız. 180 yazırsınız. 180 üstə gəl x bərabərdir 110 üstə gəl 140. X bərabərdir 250-dən 180 çıxırsan 70 dərəcə. Yəni D variantı. 13 nömrəli sual. 25, 30, x, m qaydasına görə x bərabərdir 25 üstə gəl 30, yəni 55 dərəcə. 15 nömrəli sual. X tapmaq üçün nə etməliydik? Qaydamız var idi da. Konkret olaraq 140-dan çıxmasın 70-i. 70 dərəcə. 17 nömrəli sual. Deməli, belə deyim. A-yı tən bölən alfa. AF CD-yə paraleldir. AF fanı bu CD-yə paraleldir. Aha. Və bucaq 50 dərəcədir. Uşaqlar. Başqa paralellik yoxdur, var. AY də BC paralel verib. İndi mən bu xətti belə gətirsəm, görürsünüz. Burada nə alıram? Z qaydasını görürsünüz. 2 verdiniz. Deməli, burada dəyərli olacaq. Onda bu dəyərli olacaq. Olacaq, bəli. Və salam. İndi nə edirəm? Yaxşı baxın. İndi görün nə edəcəm. Deməli, şəkili belə verib. Bura 50 dərəcə şərtdə veriblər. Burada 100 olduğunu biz aldıq. 100 dərəcə olduğunu biz aldıq. Və bizə B, C-dən soruşdular X. Uşaqlar, bunu çevirək belə. Həmin qayda deyilmi? Bura 180 yazsam, bunun cəmi bunların cəminə bərabər olacaq. Yəni 180 üstə gəl 50 bərabərdir. 100 üstə gəl X. Buradan X-ini alırıq. 130. 180 üstə gəl 230 verir. 100 çıxada 130 qalır. B variantı. 18 nömrəli sual. Deməli, konkret qayda var idi ki, bunun cəmi 156 verməlidir. 9x üstə gəlsin 3x bərabərdir 156. Təbii ki, xətlər paralel olmalıdır, şərtlər var da. İndi bu şərtlər verildiyinə görə bunu artıq oxumadım mən, başa etdim. 12x bərabər 156 olduğunu nəzərə alsam, x bərabərdir 13 olacaq. Və nə istəyir məndən? B, A, K-nı tapım istəyir. Deməli, mən x 13 tapmışam. 9 dənə 13 neçə olacaq? Deməli, 90, 27, 117 olacaq. Bura açıq bucaq olduğuna görə bura 180 olmalıdır axı. 180-dan 117 çıxdıqda nə qalacaq? Deməli, 53, yoxsa 63 dərəcə, 63 dərəcə, bəli, D variantı. 19 eyni sualdır. 20 nömrəli suala baxırıq. Deməli, deyir ki, bizə AB, YF paraleldir. AB, YF paraleldir. Paralel xətlər
Kəsənlə kəsirdikdə alınan daxili bir tərəf bucaqlar ki var. Bura 160 dərəcə olduğuna görə bu hissədəki bucaq olacaq 20 dərəcə. Bizə deyir ki, BAC-ni tapın. Tamam, 20 dərəcə. İndi bura 20 dərəcədirsə əgər, burada 3 bucaq var. 3 bucağın, deməli bu 3 bucağı var. 3 bucağın xarici bucağı onunla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 60 dərəcə. Bunun təbii ki, başqa yolu da var. Necə? Gəlin ona da baxaq. Deməli, bura 40-sa, bura olacaq 140 dərəcə. Biz bilirik ki, bu bucaqların üçünün cəmi olmalıdır 360 bu və bunun cəmi olmalıdır 360. Bunların ikisi bizə 3 verdiyinə görə bura qalacaq təbii ki, yenə 60 dərəcə. 21 nömrəli suala baxırıq. Deyir ki, 21-də A, B, C, D, Y bir-birinə ayrı paralellər və Y və F düz xətləri kəsən olarsa, 3x plus 2y tapın deyir. Tamam. Şagirdlə baxaq nəyə? Bu 60-dırsa, bura olacaq 120 dərəcə. Həmçinin burada olacaq 120 dərəcə. Bundan savayı bu xətlər paralel olduqlarına görə, Z qaydasına görə 2x-imiz bərabərdir 3y-a. Və x-imiza 3k, y-imiza 2k deyə bilərik. X-imiza 3k deyirik, y-imiza deyirik 2k. Və nə edirik? Gətirib qoyuruq burada yerinə. Baxaq burada. Bura fikir verin. Bu xətlər paralel deyildirlər bir-birlərinə. Bu da belə olanda burada nə? Qələm qaydası əmələ gəlir. Yəni 2x ilə 3y-ın və 120-nin cəmi yerə 360-a bərabərdir. O zaman 2x üstə gəlinsin 3y-ımız bərabərdir 240-a və x-in y-ın k-larından ifadəsini gətirib yerlərinə qoysaq belə 2 vur 3k 6k üstə gəlir 3 vur 2k yəni 6k bərabərdir 240 olacaq. Buradan da alacağım 12k bərabər 240-a, k da bərabərdir 20 dərəcə. Mən deyir ki, 3x üstə gəlir 2 tap. 3x. Yəni, k-mız 20-dirsə, gözləyin. K-mız 20-dirsə, gətirin qoyun 20-ni yerlərinə. Deməli, x-imiz olacaq 3 vur 20, 60. Bu da olacaq 2 vur 20, 40 dərəcə. Və salam da buradan yerinə qoyub hesablayaq da. 3 vurulsun 60, üstə gəlsin 2 vurulsun 40 dərəcə. 3 vur 60, 180, üstə gəl 2 vur 40 da 80 olacaq 260 dərəcə D variantı. 21-ci cavab oldu D. Davam edək. 22 nömrəli sual. A, B-yə, C, D-yə paraleldir. Y, F düz xətlər kəsənlərdir. Alfanı 2x plus 3y verilir. Özə 90-dan böyük olduğu qeyd olunub və x plus y cəminin ən kiçik qiymətini tapın deyir bizə. Gəlin baxaq uşaqlar. Deməli, A, B-yə paraleldirsə əgər, yenə burada bayaqki qayda var. Deməli, gəl belə, burada bir alfamız var da, burada beta yazsam, burada beta olacaq. İndi fikir verin, bu üçünün cəmi 360 olmalıdır, bu üçünün cəmi 360 olmalıdır. Belə çıxır ki, 22-yə baxırıq da. Alfa, beta və 3x üstə gəl 2y-ın cəmi 360 olmalıdır. Eyni zamanda bunlar da cəmi 360 olan, yəni bərabər olacaqlar da. Bunları birbaşa bərabərləşdirib yazıram. Beta üstə gəl 4x çıxılsın y, üstə gəl 7x çıxılsın 3y. Buradan görürsünüz ki, betalar islah olurlar. Betalar islah oldular. Nəzərə alsaq ki, alfanı da bizə 2x üstə gəl 3y veriblər. Gətirib yerinə yazaqları birbaşa qoy, işimiz rahat olsun. Nə alıram burada? 2x, 3x, 5x üstə gəl 3y, 2y, 5y bərabərdir. Nəyə bərabərdir? Bura baxaq. 4x, 7x, 11x. Çıx 4y. 4y bura gətirsəm 9y olacaq. 5x-i bura gətirsəm 16, üzr istəyirəm, 6x olacaq. Hər tərəfi 3-ə böləndə 3y bərabərdir. Nəyə? 3y bərabərdir. Deməli 2x-a. Buradan y-a 2k, x-a 3k deyə bilərik. X-imiz 3k olsun, y-imiz da olsun 2k. Və bu əvəzləmələri gətirib burada qoyuruq yerinə. Yəni alfamız bərabərdir. 2 vurulsun x, yəni 3k üstə gəl, 3 vurulsun y, yəni 2k bərabərdir. 6k üstə gəl 6k bərabərdir 12k. Bu bizim alfamız oldu. İndi alfamızı nəzərə alsaq ki, nə olmalıdır? 90-dan böyük olmalıdır. 12k böyükdür 90 yazsaq, k böyük olacaq 90 böl 12. K böyükdür nəyə? Deməli, 90-ı 12 böl 3 ixtisarləsəm qalacaq 30 böldür. 7 tam onda, bir dəqiqə 30 böl 4 düzlü olmadı. 3 ixtisarləsəm 30 böl 4 olur da bəli də. Əslində 6-ya qədər də 15 böl 2. 7 tam onda 5-də 7 tam onda 5. Bəli. Və k 7 tam onda 5-dən böyükdür. X y-ın cəmini bizdən istəyirlər. X y-ın cəmi bizim üçün 5k-dır. X y-ın cəminin ən kiçik qiyməti k-nın ən kiçik qiyməti nə olacaq? Nəzərə alsaq ki, bunlar natural ədədlərdir. Ona görə də k-ya biz elə qiymət verməliyik ki, bu natural olsun. 7 tam onda 5-dən böyük ən kiçik qiymət 8 versək, 5 vur 8 olacaq. Ən kiçik qiymət 40 dərəcə. Yəni Y variantı. 23 nömrəli suala baxırıq.
Deyir ki, BM paraleldir DY-yə. BM DY paraleldir. ABC 110-dur. ABC 110 dərəcədir. ADY 130-dur. ADY 130 dərəcədir. AC isə BAD bucağının tən bölənidir. AC BAD-nin tən bölənidir. BAD-nin tən bölənidir. ACM bucağını tapın X. Bunlar paralel vermişlər bizə. Ay şagirdlər, qələm qaydasını görürsünüz də burada yəqin ki. Bəli. Yəni 2 alfa 23-ə baxırıq. Üstəgəl 110, üstəgəl 130 bərabərdir 360 dərəcə. Buradan 2 alfanın bərabərdir. 360-dan 250 çıxdıqda 360-dan 250 çıxı 110 dərəcə olduğun bir dəqiqə 250-yə çıxır 240 olur ya bu. 240 çıxanda 120 dərəcə olduğunu alırıq. Alfa bərabərdir 60 dərəcəyə. Və salam da bu 60, bir dəqiqə, bu 60, bu 60 və bundan sonra yenə bunu üçbucaq qaydası tətbiq edəcəm. Uzatmayacağam məsələni. Üçbucağın xarici bucağı onunla qonşulama iki daxili bucağın cəminə bərabərdir. Yəni bu 110, bu 60 isə bu olacaq neçə? 170 dərəcə. İkisinin cəminə bərabərdir. 25 nömrəli 24 sizə qalsın. 25 nömrəliyə baxırıq. İki paralel düz xətt ilə onları kəsən düz xəttin əmələ gətirdiyi daxili bir tərəf bucaqlardan biri 108 dərəcədir. Daxili bir tərəf bucaqlardan bu bucağın tən böləni ilə ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə öz üçün tapın. Baxın şagirdlər, məsələ sizdən söhbət edir. Məsələdə verilənləri bir-bir qeyd etmək lazımdır. İki paralel düz xətt ilə onları kəsən düz xəttin əmələ gətirdiyi daxili bir tərəf bucaqların biri 108 dərəcədir. Təbii ki, bu olmayacaqlar. İti bucağı daxil. Və bunun deyir tən böləni. Çəkirəm bunun tən böləni nə? Tən böləni heç görəcək. Adı üzərində tən böləcək. Nəyi? Nəyi tən? 108 tən böləcək. Nə olacaq? 54. 54. Bu bucağın tən böləni ilə ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağı tapın deyir alfa. Sual işarəsi. Və salam. Neyəcəm? Aslında O qaydası. Nəyi O qaydası? Daxili bir tərəf bucaqlar 54 üstəgəl alfa nə olmalı idi? 180 dərəcə. Alfa bərabərdir 126 dərəcəyə. Bəli. 26 sizə qalır. Eyni sual oxşuyur. Eyni sualdır bəli. 27. MP'nin tən böləni PK'dır. MP'nin tən böləni PK'dır. Alfa alfa. MK da yeni paraleldir. Bu 42 verib. MP'ye çıxılsın. MP'ye çıxılsın. NPK. Burada beta desək, biz axtarırıq beta çıx alfanı. Biz beta çıx alfanı axtarırıq. Bəli. Ay şagirdlər, Z qaydasını görürsünüz. Z. Mən görürəm, siz də görürsünüz yəqin. Burada 42 olur mu? Olur. Onda burada 42 olacaqmı? Çünki tən bölən idi axı. 42 84 verdiyinə görə bura nə olacaq? 180 çıx 84 96 olacaq. Bəli, 96 çıx 42 bərabərdir 54 dərəcə. Bəli. 28 fərqli sual oxşuyur. Gəlin baxaq. Deyir ki, A, B, C bir-birinə paraleldirlər. AB perpendikülərdir B-yə. KD 60 dərəcə, BD 7,5 verib, ND-ni 7 verib, M-ni soruşur bizdən. Buranı 7 verib, buranı 7,5 verib, KAD buranı 60 dərəcə verib. Tamam. M-ni bizdən soruşur, M-in. Burada yazın, yaxşı görsənsin. Deməli, 2 verim, buranı 7,5 verib. Bura 60 olduğuna görə Z qaydasından burada 60 deyilmi? Burada 90-sa onda yuxarıya qalacaq 30 dərəcə. Düz bucaqda qayda var ki, 30 dərəcəli bucağın qarşısındakı qat ediyi bucağımızın yarısına bərabərdir. Deməli, bura 15-dir. Deməli, bura 15-dir. Bura 15-dirsə əgər 7-si burada olduğundan bura 8 qalacaq. İndi bir dənə də bu üç bucağa fikir verin. Bu üç bucağa fikir verin. Burada bu üç bucaqda 30 dərəcə dəyişmir, düzdürmü? Amma hipotenuz 8-dirsə, qarşısındakı katet nə olacaq? 4 olacaq. Deməli, M-in nəyə bərabər? 4-ə bərabərdir. Və salam. O qədər sadə. 29. Alfanı tapın deyir. Paralelliklər verib. Tamam. Gəlin baxaq nəyə. Deməli, şagirdlər, bax. Bu buna paraleldirsə əgər, bura 80-sə, burada 80 olmalıdır. Qaydamız var da. 80-in qonşusu olacaq 100 olacaq. Bu 100, bu da 10. 110-sa, bura qalır nə? 70. Onda alfada nədir? 70 dərəcədir.
Rahat sual, bu çətin sual değildi. Bu konkret qaydadır, qələm qaydasıdır. Bu da ümid edirəm bunu öz yazarsınız. Cəmi 360 olmalıdır. Bunu oxşarına bayaq yazmışdıq. Bura 140 yazırıq. Yəni ki, bizdən buranı soruşur, beyazını soruşur. Bəli, bunların üçün cəmi 360 olmalıdır. 360-dan bunları cəmini çıxırsınız. Bunları mən hesablamayacağım sizin üçün. Özünüz hesablayarsınız. Alfanın dərəcə ölçüsünü tapın deyir. Tamam. Deməli belə eləyək. Burada alfadır bizim üçün. Və bu S ilə D paralel olduğuna göre bizim için buna paralelse, bura alfadsa burada alfadır. Həmçinin burada 2x plus y olduğuna göre burada 2x plus 6y daha doğrusu olduğuna göre belə olacaqlar. Bəli. Bunlar birbirine bərabərdirlər. Digər tərəfdən M qaydasına göre bununla bunun cəmi buna bərabərdir. Gəlin bunları tətbiq edək. Deməli, hörmətli şagirdlər, 33-cü sualda 4x üstə gəlincin 2y ilə 5x üstə gəlincin 3y-ın cəmi bərabərdir 6x üstə gəlincin 5y üstə gəl 18-ə. Buyurun, bunları götürüb bərabər sol tərəfə keçirsəm nə alacağım? 4x, 5x, 4x, 5x, 9x-dir. Bundan 6x çıxanda qalacaq 3x. Bəli. 2y, 3y, 5y-dir. 5y burada gələndə olacaq 0. Getdi y-larımız və aldıq bunu 18. X-imiz oldu 6. X-imizi 6 tapandan sonra bu bərabərlikləri yerinə qoyuram. 5 vur 6, 30 üstə gəlinsin 3y bərabər olmalıdır. 2 vur 6, 12 üstə gəlinsin 6y-a. 3y 6y-ın yanına gətirsəm elə 3y olacaq. 12-ni gətirsəm 6-ın yanına olacaq 18. Onda y-imiz olacaq 6. Tapdım x və y-i tapdım. Və sonra alfanı axtarmaq üçün nə etməliydim? Alfamız 2 vur x, yəni 6 üstə gəl 6 vur x, yəni 6 bərabərdir. 12 üstə gəl 36. Yəni nə olacaq? 48. 30 əmrəsi olacaq. Olacaq 48. 34. Uyğunluğu müəyyən edin deyir. Uşaqlar, beta alfanın 2 qatıdır. Bax, bunu birini deyəcəm. Digərlərini öz yazmağa çalışın da. Yəni, bunlar oxşar sualların hamısı demək olar ki, baxın necə. 34-ə baxırıq. Bax, alfa betanın 2 qatı deyil. Bilirəm ki, alfanın betanın cəmi 180 dərəcə olmalı. Çünki biri iti, biri körдür. Düzdürmü? Daha doğrusu bu iti, bu körдür da. Və alfa üstə gəl beta 180 olmalıdır. Və betanı mənə 2 alfa verdiklərini nəzərə alsam, onda alfa 3 alfa olacaq 180, alfa olacaq 60. Alfa 60-dırsa, betamız 120-dir. Yəni C variantı bir uyğun gəldi. Sonra cəmi 42. Daha doğrusu beta çıx alfanı 42 veriblər. Alfanı betanın yanına keçirəcəm. Betanın alfanın cəminin 180 olduğunu nəzərə alıb tərəf-tərəf toplasam 2 betanın 222 olduğunu da betanın 111 olduğunu alıram. Beta 111 isə alfa da bərabərdir. Deməli 111-dən 40 çıxanda 71, 2-də çıxanda 69. B və Y variantları getdi bura. Beta alfanın 5 qatına bərabərdir. Yəni alfa üstə gəl betanın yerinə 5 alfa yazıram. Bərabər 180 olur. O zaman 6 alfa 180-dan alfanı 30 alırıq. Alfa 30 olursa beta olacaq 5 qatı 150 dərəcə. Yəni A variantı. D variantı boşda qaldı. Digərləri bu şəkildə hesablanan sadə sual tipləridir. 36-ya baxsaq konkret qaydadır. Z qaydasıdır. Görürsünüz, Z qaydasına görə bura alfadırsa burada alfa olacaq. O zaman bura olacaq ümumilikdə 9 alfa. 9 alfamız 360 dərəcə olduğuna görə alfamıza qalacaq 40 dərəcə. 1-ə gedəcək B variantı. 2-də Z qaydası yenə bura alfa desəm, bura olacaq 6 alfa. 6 alfamız 360 olanda alfamıza 60 dərəcə qalır. O da olur A variantı. Bu da Z qaydasıdır əslində. Sadəcə belə deyim də, biraz kobud şəkildə yazılan Z-dır. Burada alfa olacaq və 3 alfa 360 dərəcə olduğuna görə alfamıza qalacaq 120 dərəcə. 120 Y variantı. 37 sizə qalsın. 38-ə gəlin baxaq. D1, D2. Gözlüyüm bir dəqiqə. 38 xətləri çəkək. Alfa, beta və gamma. D1, D2 dəyişik yazmanın paralellər bildik. Gəlin baxaq nə verib. Alfa 30 dərəcə. Ay şagirdlər, alfa 30 dərəcə olarsa əgər, bura alfadır. Bu da 30 olacaq. Bu da 30 olacaq. Burada olacaq nə? 150. Bəli. 150 çıx 30, 120 dərəcə. 1-ə B. 150 çıx 30, 120 dərəcə. 1-ə C. BC getdi. İndi beta 40 olsa, bu da 40'dır. Burada 40'dır. Burada 110 yox, 140'dır. 180-dan çıxıranda cəmi 180 olmalıq. 140 çıxılsın 40, 100 dərəcə. A variantı.
Başqası yoxdur. Tamam. Bura 130 olsa, bura 50 olar, burada 50 olar, burada 50 olar. Deməli, 130 çıx 50 D variantı 180 dərəcə verir. Vəssalam. 39 da sizə qalsın. 40 nömrəli suala baxaq. M qaydasına görə bura nə olacaq? 140 dərəcə olacaq bettamız. 140. Betta 140-dır A variantı. Sonra yenə burada M qaydası var. Deyəsiniz ki, müəllim, necə M qaydası var burada? Baxın necə var. Baba fikir verin, bax belə eləyirəm. Nə fərq var ki? 90 90-da 90 30-sa sola baxanlar 90 30 olduğuna görə sağa baxan nə olacaq? Olan cəmi, yəni 120 dərəcə. 120 var. Y variantındadır. Y variantındadır. Y ilə A getdi. Və ən nəhayət bura baxsaq bu 50-dirsə, burada 50 olur. Bunun tamamlayıcısı olur 310 dərəcə. C variantı açıq bucaqdan böyükdür. D də gedəcək bura. Açıq bucaq bərabər olan isə yoxdur. Davam edək. Yenə konkret qaydadır. Burada olacaq 50 dərəcə. Burada olacaq deməli, bura 150 verir və yaxud belə deməkdə 170-in qonşusu 10 dərəcədir. Bununla bunun cəmi buna bərabər olurdu. 40 dərəcə olacaq bura. M qaydasıdır və yaxud ki qələm qaydasıdır. Bura məsələn 30 yazaq, bura məsələn 40 yazaq qonşuları da. M-ə görə bura nə olacaq? 70 dərəcə olacaq. Uyğunluğu artıq özünüz yazarsınız. Sadə bir hesablamadır. Burada da buna baxıram, şəkilə baxıram. Gəlin bunu vereyim, rahat görürsəniz sizin üçün. Deməli, bunların üçünün cəmi 360 verməlidir. 360, 150 çıxanda qalacaq bizim üçün nə? 210. 210 qalır. 210-dan da 45 çıxanda 165. Burada deməli 295-in tamamlayıcısı olacaq 65. İndi sağa baxan 45-dir, sağa baxan alfada, sola baxan 65-dir. Qayda necədir? Sağa baxanların cəmi, sola baxanların cəmi bərabərdir. Bu 65-dirsə 25 çıxanda bura 40 dərəcə qalacaq. Və ən nəhayət 20 65-dirsə bura olacaq 45, qonşusu da 135. Uyğunluq sizə qalsın. A və B paralel üç xətləridir. C kəsən isə bunlar nə verib bizə, gəlin baxaq görək nə uyğunluq soruşur bizdən. Daxili bir tərəf bucaqlardır. Hansıdır var mı burada daxili? Bəli, bu alfabetin daxili bir tərəf bucaqlardır. Sonra cəmi 360 verib, bunların cəmi olacaq 360, 3-ə B, 1-ə A, 3-ə B, 1-ə A. Sonra alfabetə qarşılıq bucaqlardır. C. Cəmi 180-dır. Burada gedir. Cəmi 180 D. Fərqi 20 dərəcədə heç birinə getmir. Qaldı boşda. 44-ə baxırıq. Deyir ki, uyğunluğu müəyyən edin. Görək nə verib uyğunluqda bizə. Birinci üçün. Bu xətlər paraleldirlərsə əgər, bura 45-dirsə, bura olmalı 135. Bu 135-in 115-i burada olduğundan bura olur 20. Burada 45-dir Z qaydasına görə. Və bunların fərqi 25 dərəcədir. Bettamız 45-dir. Y variantı uyğun gəlir. Sonra gəlirəm bura. Uşaqlar, üç bucağı görürsünüz də burada. Üç bucağın xarici bucağı onun da qonşu olan iki daxil bucağın cəminə bərabər. Yəni bura nə olacaq? 125. 125-in qonşusu 55. 55. İndi bunlara baxın. Bunlar paralel xətlər deyilmi? Burada bunların kəsən deyilmi? U qaydasını görürsünüz. U qaydasına görə bunların cəmi 180 dərəcə olmalıdır. 180-dən 55 çıxanda 125. Fərqi 70 verir. B variantı uyğun gəlir buna. B variantı, bir dəqiqə bu ikincidir də. İkinci B variantı uyğun gəlir. Başqa B55-dir. C-də uyğun gəlir buna və heç nə. Və buna baxsam, deməli, bura 135 veribsə, bura 180 olmalıdır. 360 olmalıdır axı, düzdürmü? İndi baxın, 360-dan 135 çıxanda 5-dən 3 2, 225 olur bura. Və bununla bunun cəmi bunu verməlidir. Bura 35 dərəcədir. Bizim 225-dən 35 çıxan 190 olacaq D variantı. Betta 35-dir, A variantına gedir bura. Bəli. Artıq kifayətlə bizim oxşar suallar yazıq, təkrar suallar yazmam. Söz yazarsınız, 46 o tipdəndir. Keçdik uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar. Konkret qayda bundan ibarətdir ki, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar eyni adlı olduqda bərabər, müxtəlif adlı olduqda cəmi 180 dərəcə olur. Gəlin baxaq. Deyir ABC 30-dur. Uşaqlar bax,
Burada bu bucaq ilə bu bucaq uyğun tərəfləri paralel olan bucaqlardır. Alfa plus beta cəmini soruşurlar bizdən. Ümumiyyətlə belə bir qayda deyim də burada. Nə qədər iti var bərabər olur, nə qədər kör var bərabər olur. Bir iti, bir körün cəmi 180-dir. Bu qaydadır. İndi bu 30-dursa, bu da 30-dur, bu da 30-dur. Vəssalam. Bunların cəmi olacaq 60 dərəcə. Eyni şeydir bu. 10, 3 nömrəli suala baxırıq. Deyir ki, A, B, C paraleldirlər. A, B, C paraleldirlər. D ilə Y paraleldir. Alfa plus 2 beta plus 3 gamma ifadəsinin qiymətini tapın deyir bizə. Paralel olarlarsa alfa plus 2 beta plus 3 gammanın cəmini tapın deyir. Buradan 1 alfa ilə 1 gammanı, 1 beta ilə 1 gammanı, digər beta ilə digər gammanı qruplaşdırıram. İndi baxın nəyə? Alfa kör, gamma iti cəmi nə olacaq? 180. Beta kör, gamma iti nə olacaq? 180 və 180. 3 dənə 180-ın cəmi nə olacaq? 540 dərəcə. Bitdi, getdi. Bu qədər sadə. 4 nömrəli sual deyir, alfa və beta uyğun tərəflərə paralel olan eyni növlü bucaqlardır. Alfa və beta uyğun tərəflərə paralel olan eyni növlü bucaqlardır. Bu bucaqların bir 20% azaldıb, digər 60% artırsaq, yenə uyğun tərəflərə paralel olan bucaqlar alınır. Alfa plus beta cəmini tapın deyir. Şərtdən bunların eyni növ olduğu qeyd olduğuna görə başa düşürük ki, bunlar bir-birinə bərabərdirlər. Alfa bərabərdir betaya. Və mən alfanı 20% azaldanda 0,8 alfa alıram. Betanı 60% artıranda 1,6 beta alıram. Bundan sonra bunlar yenə eyni növ olurlarsa, bir dəqiqə. Deməli, bu bucaqları 20% azaldıb, digərini 60% artırıb, yenə uyğun tərəfə paralel bucaqlar alınır. Aydın məsələdir ki, bunlar artıq eyni növ olmayacaq da. Biri azalıb, biri artıq bərabər olmaz ki. Onda bunların cəmi nə olacaq? 180 dərəcə olacaq. Bəli. Və bunlar ona vuraq. Ona vuranda bu vergül getdi, bu vergül getdi. Bura bir dənə 0 əlavə oldu. 1800 və alfanın betaya bərabər olduğunu nəzərə alsam burada, gətirib burada qoysam yerinə. 8 alfa üstə gəl 16 alfa bərabərdir 1800, 24 alfa bərabərdir 1800-ə, alfa bərabər olar 1800 bölünsün 24-ə. Bunu da ən azından ən rahat şəkildə 3 daha doğrusu 6-yə ixtisar apara bilsəm, buranın 4, buranın 300 olduğunu görürəm. 75 dərəcə olar. Və alfanı tapdım. Beta da alfaya bərabər idi axı. Bu da olacaq 75 dərəcə. Və mən ki, bunların cəmini tap. Cəmi olacaq 150 dərəcə. Y variantı. 150 dərəcə. Y variantı. Bəli. 5 nömrəli sual uyğun tərəflər perpendikulyar olan bucaqlardır bizdə. Və C deyə perpendikulyar verirsə bu 90 dərəcə olmalıdır. Yəni 5 nömrəli sualda 5x üstə gəlsin 2y 90 dərəcə olmalıdır. Digər tərəfdən 13x çıxılsın 2y də 90 dərəcə olmalıdır. Tərəf-tərəfə toplasam 18x-in 180 olduğunu alıram ki, x-imiz də 10 dərəcəyə bərabərdir. Alfanı tapın deyir bizə. Tamam. X-im 10 dərəcədirsə, axı gətirib 10 dərəcəni burada qoyum yerinə. 5 vur 10, 50 dərəcə üstə gəlirsən 2y bərabərdir 90-dan. 2y 40 dərəcə olduğunu alıram və y olacaq 20 dərəcə. Bəli. Hörmətli şagirdlər, uyğun tərəflər perpendikulyar olan bucaqlardan fikir verirsə, biri körsə, o birisi isə cəmi 180 olmalıdır. İndi gəlin biz bunu tapaq əvvəlcə. 7 vur x, 7 vur 10 üstə gəl, 3 vur y, 3 vur olsun 20 bərabərdir. 70 üstə gəl 60, yəni 130 dərəcə. Deməli, bu 130 oldusa, onda alfa nə qalacaq? Təbii ki, 50 dərəcə qalacaq. Davam edək. 6 nömrəli suala baxırıq. Alfa, beta uyğun tərəflər perpendikulyar bucaqlardır. Fikirlərinizi əsaslandırmaqla x spesifik cəmini tapın deyir. Eyni növ olanda bunlar bərabər olacaqlar 115. Müxtəlif növ olanda bunlar cəmi 180 olmalıdır deyə, bura olacaq 105. Və bunların cəmini soruşur 220 olardı bunların cəmi. Uyğun tərəflərə paralel olan alfa beta bucaqları üçün bu ala biləcək qiymət tapın. 2 hal ola bilər. Ola bilər ki, birinci halda alfa betaya bərabərdir. Belə olan halda beta üstə gəlinsin 3 beta bərabərdir 240-dan 4 betanın 240 olduğunu alaram. Beta olar 60 dərəcə. Onda alfa da olacaq 60 dərəcə. Və nə soruşur? Alfa betanın alabiləcək qiyməti tapın deyir. Tamam, 60 dərəcə. İkinci halda alfa plus betanın 180 olduğunu nəzərə alsam və bizə şərtlər verib ki, alfa plus 3 beta bərabərdir 240 dərəcəyə. Bunlar alt-alta çıxdıqda 2 betanın 60 dərəcə olduğunu alıb da betanın nə olduğunu 30 dərəcə olduğunu alıram. Beta 30 ise alfa olacaqmı? 150 olacaq. Cəmi 180 olmalıdır axı. Deməli, birinci halda hər ikisi 60-dır. İkinci halda biri 30-dur. O birisi isə beta 30-dur. Alfa isə 150 dərəcə bərabərdir. 10 nömrəli suala baxıram. 10 nömrəli sualda hörmətli şagirdlər. Deməli, bax bu itidir, bu kördur. Cəmi olmalıdır 180 dərəcə. 6x
çıx 60 180 olduğuna görə 6x-imiz 240 olacaq. X-imiz da 40 dərəcə olacaq. Bəli. Və x-imiz 40 dərəcədirsə, gətirib x-in yenə 40 dərəcə yazanda burada 2 vur 40 80 çıx 10 70. İti bucağımız 70-dir. Onda bu da 70-dir, bu da 70-dir. Kol bucağımız olacaq 100, ona axı cəmi 180 olmalıdır axı. Gətir qoy burada yerinə qamma bölü 2, yəni 70 bölü 2 35 üstə gəl. Beta yəni 110 çıx alfa 70. Cavab olacaq 75 dərəcə. 10 nömrəsi olacaq 75. 11 də eyni tip sualdır. Bununla da biz həndəsənin əsas anlayışlarının testini bitirmiş olduq. Sağ olun, növbəti testdə görüşərik.